Hər vaxtınız xeyir dostlar. Bu videoda Samsung Galaxy S26 Ultra incəlirik və həmən başlayaq. Əgər dostlar bu telefonun marağındasınızsa və almaq istəyirsinizsə və yaxud ümumi məlumat almaq istəyirsinizsə, video sizin üçündür və birazdan hər cür detallarına değinəsik telefonun başlayırıq. Dostlar, telefon görmüş olduğunuz kimi alüminium çərçivədən istifadə olunaraq istehsal olunmuşdur və olduqca gözəl bir dizaynı var. AMOLED ekranının da öz yerində olduğunu görmək mümkündür və çərçivələrin də olduqca gözəl olduğunu mən sizə deyə bilərəm. Həmçinin bu telefonlarda, yəni bildiyiniz kimi qələm mövcuddur. Qələm də aşağı hissədə yerləşdirilib. Sadəcə olaraq biraz bateriya söhbəti var. Burada 5000 mAh-dır. Birazdan hamısına değinəsik. Dostlar, 2026-cı ilin fevralın 25-də istehsal olmuş telefon martın 6-sında anons olunur və satışa çıxmışdır. Yəni Azərbaycanda hal-hazırda mövcuddur. Görmüş olduğunuz kimi bu alüminium çərçivədən dolayı 214 qram bir telefondur və bu Corning Gorilla Victus 2 ilə qorunur. Yəni şüşələri möhkəmdir ekran cəhətdən. Dostlar, burada ekran texnologiyalarımız LTPO AMOLED 2X 120 Hz və HDR 10 Plus-dır. 2600 nit yüksək parlaqlığa çıxır və bu 6.9 inç 90.7%, yəni yüksək bir necə deyək, ekran gövdə nisbəti mövcuddur. Bu da çox qəşəngdir. Dostlar, yəni bu telefon 2K-dır, 2K plus bir ekrandır. Yəni 500 ppi-lik bir ekrandır bu dostlar. Yəni çox belə sıx və gözəl bir ekrandır. Bu ekranın da gözəl bir prosesorla dəstəklənir. Oryon memarisindən istifadə olunan Qualcomm Snapdragon 8 Gen 5 Elite ilə işləyir və bu 3 nanometrlik prosesordur. Çox gözəl prosesordur həqiqətən. 4.74 GHz-lik V3 Phoenix L və 6 ədəd 3.62 GHz Oryon V3 Phoenix nüvələrindən istifadə olunub və burada ekran kartı da çox yüksək qüvvətlidir. Adreno 840 və 1.3 GHz-lik bir ekran kartı. Bu yəni dostlar çox güclüdür. Yəni demək olar neçəsə, yəni gücü çoxdur yəni dostlar. Mən bunu izah edə bilmirəm. Həqiqətən yüksəkdir. Görmüş olduğunuz kimi dostlar, yəni bu 200 megapiksellik kamera ilə dəstəklənir bu telefon ekranı və əslində telefonun özü. Yəni dostlar, bu telefon kameralarda optik stabilizasiyanı dəstəkləyir təbii ki də və çox gözəl yaxınlaşdırma qabiliyyəti var. Yəni optik zoomu dəstəkləyir təbii ki. Bu telefon yəni S25 Ultra'da olduğu kimi ayda yaxınlaşdırıb falan filan eləyə bilir. Yəni gecə vaxtı, gündüz vaxtı, həmçinin hər cür vaxtda yəni bütün kamera donanımları bu telefonda mövcuddur. Yəni problemsiz, super bir şeydir bu. Yəni 4K 60 FPS video çəkir ön kamerayla, o dərəcədə yəni fikirləşin. 12 megapiksellik kameradır həmçinin bu. Dostlar, cüt kolonkası var təbii ki də, Dolby Atmos'u dəstəkləyir və NFC falan mövcuddur. Ekran altında barmaq izi sensorumuz var. Təbii ki, bu yüksək texnologiyadır. Bu adi bir sensor deyil, ultrasonikdir. Yəni barmağınıza göndərdiyi şüalar vasitəsilə sizin biometrik bilgilərinizi götürür. Yəni optik deyil bu. Dostlar, yəni bu bildiyiniz kimi 5000 mAh-lık bateriyadır bunun içindəki. Çünki bu olsa biraz daha qalın olasıydı. 60 Watt zaryadka ilə bunu üstünə örtbas ediblər. Yəni azdır həqiqətən 5000 mAh-lık o cür ekrana, o cür prosesora həqiqətən. Baxmayaraq ki, yəni aşağı nanometrajdadır. Prosesorun və bu göstəricilərinin yekununda isə Antutu xalları belədir. 262.000 xal yığır. 2.627.000 xal yığır. Bu da çox yüksək bir xaldır. Yəni həqiqətən telefon bazarının ən yüksək seriallı prosesorundan istifadə etdiyi üçün çox yüksək. Telefon bu şəkildə performans cəhətdən amiral gəmisi deyirlər də mütləq. O cəhətdən bir telefondur. Yəni alınması üçün bir səbəb çoxdur. Sadəcə qiymət var. Qiymət də ki, maşallah, yəni bilirsiniz özünüz. Heç nə, dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videoya like ataraq kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.